Ama gördüyünüz bu mənənələri bir əl basmalıqda öldürmək olur. Bax, gördünüzmü? Öldü. Amma bu Allah Taala həqiqətən mənim üçün möcüzə kimi gəlir. Bu zərərverici bunu necə də soğurur və gülün yarımçıq açmağına gətirib çıxardır. Qidasız qalır. Gül həm də soğurduqca yarpaqda büzüşmə baş verir, həm burada da büzüşmə baş verir ki, başlayır çiçək yaxşı açmır. Yəni həqiqətən bir möcüzədir ki, bu kiçik canlılar bu cürə bitkini, hələ bundan da böyük xiyar, pomidor, ağaclarda da belə böyük bir fəsad törədir. Ancaq bunları bu üsulla əzmək, öldürməkdir. Başqa da yolu yoxdur. Onsuz bunun biri də qalanda artıb çoxalır, nə qədər olur. Və bir də bunları yeməyə çalışan qarışqalar da var. Yəni deyirdiniz qarışqaların rolu nədən ibarətdir? Bu hissədə də rolları var. Unutmayın. Allah yaratdığı hər canlının bir funksiyası var.